Əziz qonaqlar, sizi Türk dünyasının böyük şairi, Turan şairi, Rüstəm Behrudinin Sənin Gözlədiyin Qərib Türk Mənəm adlı şeirlər kitabının təqdimatında mən Sevinç Yunuslu, mən Salih Baxırov, hörmət və sayğıyla salamlayırıq. Yoruldum, bittim də, bittim mən dəli sərsəm. Buralar bir yer değil, alıp başımı gitsem. Rüstəm Yazıçılar Birliği'ni beğenmir ama Yazıçılar Birliği Rüstəm'i beğenir. O hamısı millettir, tarihi sirridir. 100 adla bölündü, yine de birdir. Beni huzuruna bu derdi getirdi. Salam dar ağacı, salam dar ağacı. Salam dar ağacı, aleyküm salam. 100 bin iller, sonsuz iller geçecek ama bu imza tarihte kalacak. Ətrin öldürdü məni, bağrım oldu yenə şan-şan. Gördüm ki boş bir məzara, yenə məndən danışırsan. O kendini hiçbir zaman Azerbaycan'la sınırlamadı. Onun şiirlerine baktığımızda bir tarihi derinlik, bir coğrafi genişlik görüyoruz. Mezarlıqda bitən yomşan, mezarlıqda bitən yomşan. Rüstəm Behrudinin şeirləri bir şeir değil, bir Tanrı ilə söhbətdir, bir insanın daxili səsinin, iç dünyasının göylərə uzanmış bir sədasıdır. Sən arxasız, mən kimsəsiz, səndən axır göz yaşları. Burada daşlar daş deyil ki, bacılarım, qardaşlarım. O ilk şehirlerde okuduğum, gördüğüm ruh bugüne kadar değişilmeyip, böyücü coğrafyası genişlenip ama poetik ruh değişilmeyip, Fransızlık, sonra Türk dünyası, tanrıçılık, tanrı dağları falan bu təşbihlər, bu ifadeler edebiyata öz-özlüyündə heç də vermir. Rüstəmin şair olarak gücü bundadır ki, o sözlerin hamısının poetik atını oyada bilir. Mən öz tabutumdan tutup dönen bir ölüyem daha. Mezarlıqda bitən yomşan. Yağmur balamız Türkiye'de təhsil alır ve imtihanlarından dolayı iştirak edə bilmədi burada. Ama o ağacı yollayıb. Bakın şair, kızınızın size hediyesi. Şair gözləmirdi bu anı həqiqətən. Yəni qızınız da özünüz kimi sözündə tam bitkindi, dedi ve yolladı ağacı. Daha sözüm çatar ağaca, ota, yarpağa, dənizə, quma, balığa. Düşünmə, əzabdır talidən qaçıb, mən necə sığmışam bu tənhalığa. Çəkildim özümə, ölən dəniz tək. Sahil tək göründüm indi Allaha. Daha dualarım qulağı deşməz, heç kəsi bezdirməz andlarım daha. Və mən belə hesab edirəm ki, Rüstəmin bir şair kimi öz şöhrətinin, şanının, şöhrətinin coğrafiyasını genişləndirən ən vacib xətlərdən biri ayrılığın insan ayrılığı ilə bağlı olmağıdır. Yəni Rüstəmin şeirlərində belə bir qırmızı xət var. İnsanın özünün özündən ayrılması. Mən məndən məni yıxmışam. Ruham bədəndən çıxmışam. Mən qəbrim üstündə yanan bir şam. Söndürün məni, söndürün. Hardan gəlirsən, yenə gəlib dar ağacının altına çıxırsan. Bunu ümumiyyətlə dar ağacından uzaqda tutmaq lazımdır. Bu sonuncu gəlişimdir, getməyə gəlmişəm daha. Qovma qapından gedirəm, bugündən dərvişəm daha. Odundan çəkdim külümü, gedirəm tapıb ölümü.
Ver xirgəmi keşkülümü, bugündən dərvişəm daha. Özdə bunun ailə dediyi tək qardaş, bacı, həyat yoldaşı, övladlar deyil. Ona daxildir deməli, əmi uşaqları, xala uşaqları, bibi uşaqları, dayı uşaqları. Onların əmisi uşaqları, xalası uşaqları, bibisi uşaqları. Eşq olsa da eşqin adı şam pərvanə nağılıdır. Eşq məbədim dağıldı, bugündən dərvişəm daha. Aslında burada bahsettiğimiz Rüstem Behrudi'nin eseri aslında kendisinin sesi, yalnızca kendi sesi değil, bütün Türk dünyasının Bakü'den Ankara'ya, Taşkent'ten Kaşgar'a kadar bir milletin vicdanının sesini burada aslında konuşuyoruz. Ben Özbekistan'da Əmir Teymur'un mezarı karşısında dayananda elə bir his geçirdim ki, ömrümde elə bir his geçirmemişim. Elə bil məni aldılar, ruhum məni aldı, haralara çapardı. Böyle özümden gittim. O necə hisdi izah eləyə bilmərəm. Azərbaycan qəzetində Rüstəmin dar ağacı çıxanda mən o şeiri oxudum. Onda gördüm ki, həmin hissləri bu da yaşayıb. Mən şair olmadığım için onu yaza bilmədim. Ama Rüstəm həmin hissləri keçirdib, gəlib burada dar ağacını yazdı. Sizi təbrik eləyirəm. Mən sizi ona görə təbrik eləyirəm ki, siz duruşu olan bir şairsiniz. Müasir Azərbaycan ədəbiyyatında, Azərbaycan poeziyasında, sosial fəlsəfi fikir tarixində dünyanın bu qədər qloballaşdığı, sürətlə inteqrasiya proseslərinin getdiyi bir dövrdə milliliyi, milli dəyərləri, türkçülüyü, Azərbaycançılığı və xüsusilə də turançılıq ideologiyasını bu cür təbliğ eləyən, uğurlu şəkildə təbliğ eləyən az şairlərimizdən də Rüstəm Behrudi. Mən kitabın redaktörüyəm. Buyurun. Bir də Rüstəmin mən nəyini redaktör edəcəm. Şeirləri Rüstəm yazıb. Elə gündüzü bir əziyyət çəkmişik və səlam. Halal xoşun olsun, mübarəkdir kitab. Rüstəm müəllimin Türk dünyasını və ümumilikdə şaman simvolunu poetikləşdirib və bunu vizual şəkildə ortaya gətirmək bir qədər məsuliyyət idi. Rüstəmin o dar ağacı şeiri o qədər gözəl bir şeirdir ki, mən bu mənim arxamdakı dar ağacına baxıram, bu dar ağacından o qədər xoşum gəlir, elə qəşəng dar ağacıdır ki bu. Və mənə elə gəlir ki, adamı oradan assalar, adama heç nə olmaz. Ne zamana kadar bu Türk'ün kervanı hep itlerin arasından geçiyor. Onun için Rüstem Bey, ben size minnettarım. Tanrım bağışla affeyledin, sevdim dinin üstüne. İlk bahar yağışı yağdı derdimin üstüne. Sen can üstte bir meleksen, hazıram yasın olmağa. Çünkü senin gücün yoktur, kumbalık yosun olmağa. Yazda da payızam payız, üst başım duman buluttu. Rüzgarlar sevdiler məni adamlar unuttu. Eşq olsa da eşqin adı şam pərvanə nağılıdı. Eşq məbədim dağıldı, bugündən dərvişəm daha. Eşq məbədim dağıldı, bugündən dərvişəm daha. Şair yuxusuna gül çiçək girər, yenər yuxusuna göydən mələklər. Yuxumda nə gördüm, onun ucundan nə çəkdim ilahi, ilahi bilməyəcəklər. O hansı millətdir, taleyi sirdir, yüz adla bölündü, yenə də birdir. O hansı millətdir, taleyi sirdir, yüz adla bölündü, yenə də birdir. Məni huzuruna bu dərd gətirdi, salam dar ağacı, aleyküm salam. Məni huzuruna bu dərd gətirdi, salam dar ağacı, aleyküm salam.
Azərbaycan özbəyəm, Qazaq türkmənəm, Başqırdan Kərkükəm, elə görkmənəm. Sənin gözlədiyin qərir türkmənəm. Salam dar ağacı, əleykim salam. Sənin gözlədiyin qərir türkmənəm. Salam dar ağacı, əleykim salam.